Gəlin bir çoxlarının istər kişi, istər qadın yaralı yerinə toxunaq. Bunlar da kökəlmək, arıqlamaq mövzusudur. Gəlin bir yerdə birinci söhbət yaxşı şeydən danışaq, arıqlamaqdan danışaq. Rus dilində bunu necə deyəcəksiniz? Amma öncədən, əzizlərim, aşağıda qeyd etdiyim məlumata mütləq göz gəzdirin və bu şansınızı əlinizdən buraxmayın. Çalışın hər bir şansdan istifadə edib gələcəkdə uğur qazananlardan olasınız, kaşkilərlə yaşayanlardan yox. Deməli, mən arıqlamışam. Ümumiyyətlə, arıqlamaq nədir? Xudetь, paxudetь. Fərqi nədədir? Xudetь daimidir, paxudetь bitmiş zamanıdır. Məsəl üçün, siz demək istəyirsiniz ki, mən 5 kilo arıqlamışam. Я похудел və yaxud похудела на 5 kilogram. Mən həmişə arıqlayıram. Я всегда худею. İndi siz şərh bölməsində yazın ki, siz nə qədər arıqlamışsınız, amma rus dilində çalışın yazın və daima arıqlayanlardansınız, yoxsa artıq məqsədinizə çatmısınız. Dediyim kimi, və səhifəmə də abunə olun, bu videoya like qoyun. Yəni, əziyyətimi dəyərləndirsiniz, mənə də çox xoş olar. Minnətdarım.